Hər qəbul imtahanına düşən tərəzi sualının gəlin izahına baxaq. Tərəzi mövzusundan hər qəbula bəli bir dənə sual düşür. Əgər magistrsansa ikisi də düşər, üçü də düşə bilər. Gəlin baxaq görək bunları necə həll edirik. Yenə belə bir suala baxmışdıq. Dedik ki, ya tərəf-tərəfə, ya çarpaz, ya da əvəz etmə üsulu ilə yazırıq. Bəs nə zaman nəyi, yəni hansına istifadə edəcəm? Mənə lazımdır nə? C. C-yi mən necə həll edərəm, necə taparam? Baxın yoldaşlar, mən bunları tərəf-tərəfə toplayıram. 3 dənə B, 1 dənə C-ni qoyuram yuxarı. Bu anda buradan tərəf-tərəfə toplasam, A-yı da qoyuram bura. İndi baxın görək nə alındı. Deməli, baxın 2 dənə A-yım burada var idi, düzdürmü? 2 dənə A-yı bu A-larla ixtisar elədim. Sonra nə edirəm? Bir dənə C-mi də buradakı ilə ixtisar elədim. Nə qaldı? Burada qaldı 4 dənə B, 3'ü yuxarıda, biri də aşağı. 4 dənə B bərabər oldu 3 dənə C-yə. 3 dənə yox, 2 dənə C-yə. 2 dənəsi qalıb burada. Burada nə çıxır? 2C 4B-dirsə, 1C nəyə bərabər olacaq? 2B-yə də, düzdürmü? Mənə də bu lazım idi. 1C 2B-yə bərabərdir. Daha çox sual ilə tanış olmaq istəyirsinizsə, səhifəyə keçid edib baxa bilərsiniz.